Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim fil alemine inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Aləmə rəhmət olaraqdan göndərmiş və insanlar içərisində ən xeyirli olaraqdan çıxardılmış Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləmin səhih tərcüməyi halında olan dərslərimiz davam edir. Sonuncu dayandığımız mövzu əlavə bir fəsildir, yeni bir fəsildir. Bu fəsildə bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin ata və anasından bəhs ediləcək. Bildiyimiz kimi Peyğəmbərlər sallallahu aleyhi və səlləm, aleyhimsələm, yəni nəsəbi bilinmiş kimsələr olur. Yəni onların valideynlərinin hansı dinə mənsub olması, onlar heç onların risaləsində Peyğəmbərliyinə heç bir naqislik gətirmir. Allah hidayət fərq etməz. İstər Peyğəmbərlər olsun, istər adi insanlar olsun. Peyğəmbərlik verilməsi və yaxud da hidayət verilməsi Allah Taala'nın əlində olan bir şeydir. Aydındır. Orada bizlərin heç bir istəyi ilə gerçəkləşən bir məsələ deyildir. Bildiyimiz kimi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin atası Abdullah ibn Abdülmuttalib və həmçində anası Əminə, o da həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəslinə dayanır. Peyğəmbərimizin nəslinə dayanır. İndi baxaq burada bizə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu mövzuda nə deyir? Rava İmam Əhməd ən Bureydətə qalə. Bureydə radiyallahu anhu deyir ki, bizlər günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləmlə bərabər səfərə çıxdıq. Hətta idə künnə Vəddən adlanan bir yerə çatmışdıq. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə xitabən dedi ki, olduğunuz yerdə qalın, tərpənməyin, burada qalın. Peyğəmbər sallallahu aleyhi və səlləm çıxıb getdi, sonra qaydanda onu biz, çıxdı getdi, qayıtdıqda onu biz kədərli, hüzünlü olduğunu gördük. Aydındır. Aleyhissalatu vesselam. Sonra bize dedi, İnni ra'aytu qabra ummi Muhammedin. Mən, özünə deyir, mən Muhammedin anasının qəbrini gördüm. Fəsəəltu rabbi şəfaətə. Mən Rəbbimdən ona şəfaatçi olmağımı istədim. Yəni ləhə. Yəni anam üçün şəfaatçılıq etməyimi istədim. Lakin mənə bu qadağan olundu. İcazə verilmədi. Başqa bir rivayətdə fədəməət aynəyə rəhmətən ləhə minənlər. Gözlərim ona rəhmətdən yaşla doldu. Və inni kuntu nəheytukum an ziyarətil qubur fəzuruha. Sonra deyir ki, mən sizə öncələr qəbirləri ziyarət etməyi qadağan etmişdim. Amma indi qəbirləri ziyarət edin. Onlara gedin. Deyərəkdən Peyğəmbərimiz səhih bir hədisdə bizə buyurdu. Və raval Beyhaqi min tariqin uxra anhu bilafzi. Bunu Beyhaqi başqa ləfslə, başqa yolla bunu eyni hədisi rivayət edir. İntəhən Nəbiyyü sallallahu aleyhi və səlləm ilə rasmi qabrin fəcələs. Peyğəmbərimiz bir dəfə bir qəbrin yanına çatır. Orada oturur. İnsanlar da onun ətrafında otururlar. Peyğəmbərimiz xitab edən insan kimi başını tərpətməyə başladı. Sonra ağladı. Ömər ona dönərək dedi ki, ya Resulallah, səni ağladan nədir? Peyğəmbərimiz dedi ki, Hədə qabru Əminətü binti Vahb. Bu, Vahbın qızı və mənim anam olan Əminənin qəbridir. İstəzəntu Rabbi fi ən əzura qabrəhə fəəzinəli. Mən Rəbbimdən
anamın qəbrini ziyarət etməyə izin istədim və mənə izin verildi. وَاسْتَأْذَنْتُهُ فِي الْإِسْتِغْفَارِ لَهَا فَأَبَى عَلَيَّ. Mən Rəbbimdən onun üçün istiğfar, bağışlanma diləyimi istədim, lakin buna icazə verilmədi. فَأَدْرَكَتْنِي رِقْعَتِهَا فَبَكَيْتُ. Və mən də bundan kədərlənərəkdən, elə bu səbəbdən ağladım deyə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Bu iki hədis bizə açıq aydın Allah Resulü sallallahu aleyhi və səlləmin valideynlərinin aqibəti barəsində xəbər verir. Aqibəti barəsində xəbər verir. Burada bildirilir ki, Allah subhanahu wa ta'ala onların hökmünü, yəni onlar üçün istiğfar etməyi qadağan etmişdir. Və bizlər də bilirik ki, yəni bir kimsə üçün istiğfarı Allah Teala qadağan edirsə nə mənanı daşıyır. Lakin bu hədislər ətrafında alimlər arasında ixtilaf var. Yəni Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin valideynlərinin aqibəti barəsində böyük bir ixtilaf var, məşhur bir ixtilaf var ki, onlar kafirdirlər, yoxsa müsəlmandırlar. Bir qrup alimlər deyirlər ki, yox, onlar fətra əhlindən sayılırlar. Bundan dolayı Allah subhanahu wa ta'ala onları qiyamət gündə sorğu-suala çəkəcək və yoxdur ki, deyirlər ki, onlar cənnət əhlidirlər. Və bir qrup alimlər deyirlər ki, yox, onlar fətra əhlindən sayılmır. Çünki onların dönəmində İbrahim aleyhissalamın dinindən qalan bəzi qalıntılar var idi. Yəni, bəzi kimsələr İbrahim aleyhissalamın məsələn həcc kimi ibadətlər olduğundan dolayı orada ibadətdə, yəni hənif, yəni tövhid əhlinin kimsənə olduğuna görə onlar fətra əhlinə daxil olmurlar deyən alimlər də var idi. Aydındır. Qalə fəmə rəaytu sa'atan akthar bakiya min tilka sa'a. Ömər radiyallahu anh deyir ki, mən bu gündən, yəni bu vaxtdan başqa vaxtlarda Peyğəmbərimizin daha çox ağladığını görmədim. Yəni şəfqət, anasına qarşı şəfqətindən. Və huwa vel hakim el hadis Abdullah ibn Mas'ud radiyallahu anhu ravahu Muslim an Abi Hureyre qala Zəran Nəbiyyü sallallahu aleyhi və səlləm qabra ummihi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm anasının qəbrini ziyarət edir. Fəbəkə və əbkə mən havləh thumma qalə. Özü ağlayır və ətrafındakı hər kəs də onun ağlaması ilə ağlayırlar. Sonra deyir ki, İstəzəntu Rabbi fi ziyarəti qabri ummi fəədinəli. Mən Allah Teala'dan mənə anamın qəbrini ziyarət etmək üçün izin istədim, mənə izin verildi. Lakin ondan Allah Teala'dan onun üçün istiğfar etməmi istədim, lakin mənə istiğfar etmək üçün izin verilmədi. Elə isə ölümü xatırlamaq üçün qəbirləri ziyarət edin deyə burada buyurulmaqdadır. Ravahu Muslim ədən an Ənəs, həmçində Ənəs bin Məlikdən rəvayət olunur ki, Ənə rəculən qalə, bir kişi deyir ki, ya Rasulallah, əynə əbi, artıq atası dünyadan köçmüş, deyir ki, yəni bilmək istəyir, onun aqibəti nə olub? Mən atam hardadır? Bunun mənası ya cənnətdədir, yoxsa cəhənnəmdədir? Qalə finnər, deyir ki, sən atan cəhənnəmdədir. Fələmmə qaffə də'əh, o çıxıb getdikdə onu çağırdı ki, İnnə əbi və əbukə finnər, atan və anan, sənin atan və mənim atam oddadırlar. Deyə burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verir. Və qad rava Beyhaqi an Amir ibn Sa'd an əbihi qalə. Cəə ə'rabi ilə Nəbi sallallahu aleyhi və səlləm fəqalə. Bir bədəvi ərəb gelib Peyğəmbərimizə deyir ki, İnnə əbi kənə yasilu və kənə fəeynə huvə. Ki, mənim atam insanlara yaxşılıq edər, filan yaxşı işləri edərdi. İndi o hardadır? Qalə finnər. O indi oddadır deyə Peyğəmbərimiz xəbər verir. Fəkəənəl ə'rabi vəcə fi zəlikə fəqalə. Peyğəmbərin bu sözündən sanki o bədəvi ərəb heyfslənir, üzülür. Peyğəmbərimiz deyir ki, Ya Rasulallah, əynə əbuk? Peyğəmbərimiz deyir ki, ey Allahın Rasulü, sənin atan hardadır?
Qaləm Haysuma marartu bi qabri kafirin febeşşir bin nar. Sən hər hansı bir müşrikin, bir kafirin qəbrinin yanından geçsən, onu cəhənnəmlə müjdələ deyə Peyğəmbər ona cavab verir. Qalə fəəsləməl ə'rabi ba'də hədə fəqalə. Bundan sonra bu həminki bu bədəvi ərəb İslamı qəbul edir və deyir ki, Laqad kəffələni Rasulullahi sallallahu aleyhi və səlləm tə'bən. Məni Allah Resulü sallallahu aleyhi və səlləm böyük bir şeylə mükəlləf etdi. Mən də bugündən sonra hər hansı bir kafirin yanından getdimsə, yəni qəbrinin yanından keçdimsə, onu cəhənnəm adı ilə müjdələdim deyir. Vəl-məqsud ənə Abdülmuttalib mətə alə mə kənə aleyhi min dinil cahiliyyə. Burada məqsud deyil ki, Abdülmuttalib cahiliyyə dini üzərə ölmüşdür. Xilafən il-firqati şiə fihi və fi ibnihi Əbi Talib alə mə səyid fi vəfəti Əbi Talib də gələcəkdir. وقال البيهقي بعد رواية أحد الأحاديث في كتاب دلائل النبوة وكيف لا يكون أبواه وجد عليه الصلاة والسلام في هذا الصفة في الآخر وقد كانوا يعبدون له. Necə ki deyilir ki, necə ola bilsin ki, yəni o burada zikr olunan, vəsf olunan o hallarla, yəni Peyğəmbərimizin ata-anasının bütlərə ibadət etmiş olduğu bir dönəmdə onlar, yəni bu vəsiflərlə vəsiflənmiş olmasınlar. Yəni cəhənnəm əhlinin olmuş olmasınlar. Hətta mətu və lam yedinu dinə İsa ibn Məryəm aleyhissalatu vesselam. Onlar yəni ölənə qədər heç bir zaman da İsa aleyhissalamın dininə uymamışdılar. Aydındır. Və kufruhum la yaqtahu fi nəsəbihi aleyhissalatu vesselam. Heç dedir, onların küfrü Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin nəsəbinə xələl gətirməli. Li'annahu ankahal kuffar sahihə. Çünki müşriklərin nikahı deyir səhidir. Əla tarahum yusallimuna ma'a zawjatihim fala yazumu tecdidil aqd və la mufaraqatihim iza kana misluhu yecuz fil İslam və billahi tevfiq. Bundan sonra dediyimiz kimi Əhl-i Sünnə və Cəmaa ilə burada yenə də Əşarilər, Məturidi ilə arasında bu mövzu ətrafında ixtilaf yaranır. Fətra əhli bildiniz də iki peyğəmbərin arasında onlara əvvəlki peyğəmbərin, öncəki peyğəmbərin təbliğatı çatmadısa, onlar fətra əhli sayılır. Aydındır. Yəni elə bir dönəm olur ki, onlar nə özlərindən əvvəlki peyğəmbərlərin heç bir xəbər onlara çatmır. Xəbərləri yoxdur onlar ki, özlərindən əvvəl bu peyğəmbər gəlib və ya gəlməyib. Və onlardan heç bir dinin əlaməti yoxdur. Onlar bu hal üzərə, yəni müşrik olsalar belə, kafir olsalar belə, onlar fətra əhli sayılır və onlar da qiyamət günü hesaba çəkiləcəklər. Lakin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dönəmində ata-anası deyirlər ki, buna daxil deyirlər. Buna daxil deyirlər. Çünki onlara İsa aleyhissalamdan, hətta İbrahim aleyhissalamdan belə onların xəbəri var idi. Buna baxmayaraq onlar uymadılar. Buna Əhl-i Sünnə və Cəmaa burayı daha üstün görür. Çünki səhih hədislər daha da bunu təsdiqləyir. Çünki insanlar bəzən bu məsələdə emosional yanaşırlar ki, necə ola bilər ki, Peyğəmbərimizin valideynləri kafir ola bilər. Aydın, qəbul etmək istəmirlər. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm aləmlər üçün rəhmət idi də. Deyirlər ki, yəni, onun anası üçün, atası üçün cəhənnəm əhli demək birbaşa ona təhqirdir. Onu sevməyən kimsələr bunu deyirlər və s. və s. Amma ki, belə baxdıqda İbrahim aleyhissalamın atası barəsində Allah subhanahu wa ta'ala Quranda birbaşa deyir ki, o artıq bütləri ibadət edən, ondan da əlavə zamanındakı insanlara bütləri düzəldən bir kimsə idi də, Azər. Aydındır. Yəni heç də onun yəni atasının küfrünü, kafir olması İbrahim aleyhissalamın nəsəbinə və ya peyğəmbərinə xələl gətirmədi. Aydındır. Həmçinin Nuh aleyhissalamın oğlu, yəni çox peyğəmbərlərdə həm yoldaşları, həm uşaqları, həm ataları belə qeyri, yəni özlərinə tabi olmayanlar da olub. Hətta evin içində peyğəmbər olaraq göndərilib, öz ailəsindən onu qəbul etməyən, əksinə çıxan kimsələrdən olmuşdur. Buradakı, deyək ki, Əşarilər burada Peyğəmbərimizin
sallallahu aleyhi və səlləmin bu hədislərini təvil eləmişlər. Deyirlər ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm burada onlara anası üçün istiğfar dilədikdə ona istiğfara icazə verilməməsini açıqlayaraq demişlər ki, buradakı məna odur ki, yəni günah edən bir insanın istiğfara ehtiyacı var. Xəta edən insanın istiğfara ehtiyacı var. Çünki onlar deyirlər ki, fətra əhlindən idi. Onların heç bir xətası yox idi. Çünki onlara mükəlləfiyyətlik yox idi onların. İslam buyruqları yox idi. Onun üçün demək istəyib ki, orada Allah Teala, yəni onun günahları yoxsa onun üçün istiğfar eləmə. Başa düşdünüz? Bu mənada təvil ediblər hədisləri. Həmçində bu Ərabinin gəldikdə mənim atam, sənin atan cəhənnəmli dedikdə, burada ata dedikdə bunu, ata birbaşa öz atası yox, yəni Əbu Talib olaraqdan, Abdülmuttalib olaraqdan, babası olaraqdan Peyğəmbərimizin təvil ediblər mənasını, orada ata sözünün mənasını, yəni əbukə, əbi və əbukə dedikdə, yəni babası olaraqdan bunu təvil ediblər. Lakin əvvəl dediyimiz kimi, buradakı səhih hədislər bizlərə bu müxalifi, yəni buna qarşı gələnlərin dəlillərinin əsassız olduğunu göstərir. Və həmçində burada əvvəl dediyimiz kimi onların İslamı qəbul etməməsi heç də onların nə nəsəbinə, nə də ki, onun peyğəmbərlik risaləsinə heç bir xələl gətirmir. Aydındır. Gələn dərsimizdə inşallah Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Əbu Taliblə bərabər Şama gedəcək qissəsindən bəhs edəcək. Allah subhanahu wa ta'ala bizlərə eşitib faydalandırsın. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.